Çünki Icon Stokes. Bugün çox ətirli bir buraxılış olacaq. Çünki Icon Stokes Zelinski and Rosen brendinin açılışındadır. Görürsünüz ki, necə böyük bir marağa səbəb olub mənim gəlişim, daha doğrusu brendin açılışı. Bu qoxu bilirsiniz nə qoxusudur? Xaos qoxusu. Bu növbəti qoxu çox gözəl bir qoxudur. Mənim postlarımı layiq edib ərə gedənlərin qoxusudur. Anu, bəs sən hansı qoxuları sevirsən? Daha çox belə odun, dəri, ud, bu tip qoxuları sevirəm. Bunlar daha çox əslində ağır qoxular sayılır, amma mən bəyənirəm. Hansı qoxuları daha, hansı ətirləri daha çox sevirsən? Ben vanil qoxularını çox sevirəm. Yəni öncəlik notum odur. Amma sonra biraz belə pudramsiya çevrilən qoxuları bəyənirəm. Bir də tütün ağır-ağır altdan gələn çox bəyənirəm. Bir şey demək istəyirəm mövzudan qədər. Mən bir ətrə sadiq qalmağı başa düşmürəm. Başa düşmürsən. Sənin story'ında bir dəfə görmüşdüm. Demişdin ki, az parfümüm var. Mənim cəmi 2 dənə parfüm vardı. İnşallah bu da gün hədiyyə eləyərlər 3-4 dənə olar. Amma bir şey deyim, axı insanın əhvalı hər an dəyişə bilər və looku da dəyişdiyinə görə mən düşünürəm ondan daha çox əlaqəlidir. Yox. Salam canım mənim. Necəsən? Yaxşıyam, necəsiz? Çox sağ ol. Sən çox zövqlü bir xanımsan. Ona görə mən sənə sual vermək istəyirdim ki, sən ətir seçəndə ən çox nəyə fikir verirsən? Daha çox qalıcılığına fikir verirəm. Bir də ki, daha çox qadınsı parfümləri, ərəb parfümləri çox bəyənirəm. Çünki çox qalır və çox da cəlb edicidir. Bayaqdan hamı çox estetikini çəkir, belə şeylər eləyir, belə şeylər eləyir. Mən eləyə bilmirəm, ona görə prosto yoxlayacağam. Və siz hansı modelin tərəfindəsiniz? Sol, sağ? Şəfək həmişə mənə görəndə qaçır. Niyə verilişmə gəlmirsən? Qorxumdan. Bəs üzüvü bağlasaq? Üzümə smaylik qoysaz gələrəm. Bu sualı bugün hamıya verirəm. Şəfək, hansı qoxuları daha çox sevirsən? Şirin qoxuları sevirəm. Yəqin ki, bu mənim bürcümdən irəli gəlir. Şirin və sərin. Aynur, bəs sən də eyni qoxulardan istifadə edirsən, yoxsa tez-tez dəyişirsən? Gündə 2 dəfə dəyişirəm. Lotereya keçirilir. Mənim nömrəm 23-dür. İnşallah mən udacağam. Hamıya trip atacağım. Güzel oturduğu üçün mən də istədim belə bir oturum. Canan, sən mənim verilişimə gəlmək istəyərsən ikinci sezon. Hazırsan buna? Bəli, hazıram. Çox gəlmək istəyirəm. Gözləyirəm dəvətini.